Sizlərə bazar dəyərindən minimum 5000 manat aşağısına təklif olunan 2 mərtəbəli, 2 ailəyə yararlı, 5-6 otağa yararlı həyət evini təqdim edirəm. Dəyərli izləyicilərimiz, bu proyektli evlər artıq sizlərə tanışdır. 6 qaraj üslubunda inşa olunub və bu proyektdə olan evlərin içərisində həyətyanı sahəsinin genişliyinə görə ən ucuz təklif olunan həyət evidir. Sənədi Kupçadır, ünvan Masazır qəsəbəsi. Masazırda Cantəpə adlanan ərazidə, bu ərazidə Masazırın ən hündür ərazisidir. Sağ-sol evlərdir dəyərli izləyicilərimiz. Baxın, bu hissədən sağa döndükdə 142 nömrəli marşrut xətti hardasa 500-600 metrlik məsafədən fəaliyyət göstərir. Evin böyük bir üstünlüyü nədir? Ön hissəsinin və yan hissəsinin yol olmağıdır ki, eyni qaydada evin qaraj hissəsindən baxın, belə bir qapı yeri qoyulub ki, gələcəkdə obyekt açmaq olsun. Qazın sayğacı, işığın sayğacı hazır vəziyyətdədir dəyərli izləyicilərimiz. Ev sahibi bu evi alıb bir neçə il bundan öncə. İndi isə pul lazım olduğu üçün aldığı qiymətdən də aşağı qiymətə təklif edir və qiymətdə biraz da razılaşma olacaq. Baxın, belə bir xarici görünüşü var. Həyətyanı sahəsinin tam rahat avtomobil daxil ola bilir. Evdə bir gün belə yaşayış olmuyor. Bir neçə ilin evidir dəyərli izləyicilərimiz. Satılma səbəbi də ev sahibinə pul lazımdır. Masazırın ən hündür ərazisidir. Ən hündür ərazisi. Buradan nəmişkənlikdən söhbət gedə bilməz. Baxın, bu evin alt hissəsidir. Bu proyektdə alanlar daha çox, yəni alt hissəsini gələcəkdə ev məqsədi üçün istifadə edirlər. İkinci mərtəbədə tam təmirli 3 otaqdan, bir sanitar qovşaqdan, bir mətbəxdən ibarətdir. Eyni ilə baxın, bu ikinci mərtəbədə olan hissəni aşağıda da düzəltmək olar. Və yaxud da ki, baxın, belə bir zeyzəmi kimi də saxlaya bilərsiniz. Tavan hündürlüyü, yəni imkan verir ki, burada otaqlar bölüb, yəni yaşayış evi kimi istifadə edə bilərsiniz. Qiymət çox münasib bir qiymət, həqiqətən də. Yəni bazar qiymətindən minimum ən aşağı 5000 manat aşağısına təklif olunur. Bundan ucuz, bu genişlikdə həyətyanı sahəsi olan Kupçalı belə bir ev yoxdur. Qiymət 69000 manatdır. İndirim olacaq. Sənəd təbii ki, Kupçadır. Masazır Cantəpə ərazisi 69000 manata belə bir həyət evi satılır. Bir daha da qeyd edirəm, həyətinin genişliyinə görə ən ucuz təklif olunan evdir. Otaqlar dəhliz vasitəsilə paylanılır. Evə daxil olduqda, baxın, belə bir koridor. Buradan evin damına çıxmaq mümkündür. Bu hissədə mətbəx. Burada bizdə yerləşir zal. Baxın, evdə yaşayış yoxdur deyə podolqalar, yəni havasızlıqdan kleydən ata bilir. Təbii haldır. Amma aboylarda heç birində gördüyünüz kimi atma yoxdur. Kombi xətti çəkilib. Çölə baxan pəncərələr dəmir barmaqları mühafizə olunub. Səliqəli evdir. Yəni bugünkü gündə həqiqətən də çox ucuz bir təklifdir. Almağa dəyər. Minimum bu evlərin qiyməti 73-75 min manatdır. Hal-hazırdakı satış dəyəri minimum 73-75 min. Bu ev isə 69 minə satılır. Yəqin ki, biraz da indirim olacaq. Yəni alt hissəsi təmirli formada olan bu tipli evlərin minimum qiyməti 95 min manatdır. Alt hissəsini təmirdə edə bilərsiniz, istəsəz 2 ailə də yaşaya bilər və yaxud da ki, bu vəziyyətdə də saxlaya bilərsiniz. Ən əsası odur ki, ev bütün fəsilləri görüb, dışdan çıxmış bir evdir, evdə heç bir defekt yoxdur, sənədi Kupçadır. Belə bir ucuz həyət evidir. İnşallah ki, gələrsiniz, qiymətdə razılaşarsınız.